Salam, hər vaxtınız xeyir. Ümumi daxili məhsula aid olan belə bir məsələnin izahı ilə tanış olaq. İlk öncə sualın şərtinə baxaq. Ölkənin ümumi milli məhsulu ümumi daxili məhsulun 50%-nə bərabərdir. Yəni yarısına bərabərdir. Ölkə şirkətlərinin ölkə daxilində və ölkə xaricində qazandığı gəlir bir-birinə bərabər olarsa, xarici ölkə şirkətlərinin payı ümumi daxili məhsulun neçə faizinə bərabərdir? Biz bunu hesablamalıyıq. İlk öncə düsturlara qeyd edək. Ümumi daxili məhsul yerli şirkətlər və xarici şirkətlərin ölkə daxilində qazandığı gəlirin həcmidir. Ümumi milli məhsul isə ölkəyə məxsus olan milli şirkətlərin ölkə daxilində və ölkə hüdudlarından kənarda qazandığı gəlirin həcminə bərabərdir. Digər tərəfdən, düsturlara əsasən ümumi daxili məhsulda yerli şirkətlərin həcmi ilə ümumi milli məhsulda ölkə daxilində qazanılan gəlirin həcmi bir-birinə bərabərdir. Aşağıda yazmışam. Sualın şərtində isə deyilir ki, ümumi milli məhsul ümumi daxili məhsulun yarısına bərabərdir və ümumi milli məhsulda ölkə daxilində və ölkə xaricində qazanılan gəlir də bir-birinə bərabərdir. Biz buradan yola çıxaraq verilən kəmiyyətləri özümüzdən verərək sualı həll edə bilərik. Daha asan həll edə bilərik. Həm ölkə daxilində qazanılan gəlir, həm də ölkə xaricində qazanılan gəliri 50 ilə işarə edək. Cəmləri bizə verir 100-ü. Yəni ümumi milli məhsul 100-ə bərabərdir. Burada gətirib yerinə yazsaq, ümumi milli məhsul ümumi daxili məhsulun yarısına bərabərdir və 100-dür. O zaman ümumi daxili məhsul 200-ə bərabər olur. Digər tərəfdən, ölkə daxilində qazanılan gəlir 50-dir və bu həm də ümumi daxili məhsuldakı yerli şirkətə bərabərdir. Deməli, ümumi daxili məhsulda yerli şirkətin həcmi də 50-yə bərabər olacaq. Biz buradan xarici şirkətlərin payını müəyyənləşdirə bilərik. 200-dən 50-ni çıxacaq, qalacaq 150. Deməli, xarici şirkətlərin həcmi 150-yə bərabərdir. Faizlə xarici şirkətlərin payını tapmaq üçün 150-ni 200-ə bölmək tələb olunur. 150 bölünsün 200, vurulsun 100. Buradan ixtisarlar gedir. 150 bölünsün 2 bərabər olur 75%. Sualın doğru cavabı D variantıdır. Sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.